Salam əziz 7-ci siniflər. Mən bu dərs sizlərə 7-ci sinif 2-ci hissə səhifə 23-də ümumiləşdirici tapşırıqların izahını verəcəm. Birinci sualda bizdə əqrəbin şəklini verib və qeyd edilib ki, əqrəb onurğasız heyvandır. Ümumiyyətlə, boğumayaqlara aid 3 ortaq əlaməti istəyir. Ümumiyyətlə, biz bilirik ki, buğum ayaqlılar tipi 3 sinifə ayrılır. Xərçənglər sinifi, hörümçəklər sinifi, bir də cücülər sinifi. Cücülər sinifinin digər adı ilə həşaratlar sinifi də demək olar. Onu da qeyd edim ki, şəkildə gördüyümüz əqrəb hörümçəkgimlər sinifinə aid bir dəstədir. İndi ümumən boğumayaqlar tipinə aid 3 ortaq fikir deyək. Birinci elə adından göründüyü kimi buğum ayaqlılar, yəni onların ayaqları buğumludur. Qeyd edək, buğumlu ayaq. Mən qısaca yazıram. İkinci, onların bədənləri xarici skelet olan xitindən örtülüb. Üçüncü fikir deyə bilərik ki, onların bədənləri baş, döş, qarıncıqdan ibarətdir. Onu da qeyd edim ki, burada şəkildə görürsünüz ki, baş və döşü tire ilə yazılıb. Xərçənglərdə və hörümçəklərdə bədən 2 hissədən ibarətdir, yəni baş və döş arasında kəskin sərhəd yoxdur. Cücülərin isə bədənləri baş, ayrı döş və qarıncıq hissədən ibarətdir. İkinci suala baxaq. Düzgün cavabı seçin. Bütün onurğalıların bədənində olur. Bütün onurğalıların bədənində sərt canaq olurmu? Xeyr, olmur. Onurğalılar biz keçmişik, balıqlara aiddir bura. Sürünənlər, suda quruda yaşayanlar, quşlar və məməlilər. Buğumlu ətraflar az öncə də dedim ki, buğumayaqlılar tipinə aiddir və onurğasızdır. Daxili skelet bəli onurğalılarda olur, lələk isə onurğalılardan yalnızca quşlar sinifinə aiddir. İkinci suala baxaq. Onurğalı heyvanlar üçün səciyyəvi deyil. Onurğa var. Kəllə var, çənələr var. Manti isə onurğasız heyvanlar olan mollusklar tipinə aiddir. Üçüncü sual, onurğalı heyvanlara aid deyil. Akula balıqlara aiddir, sərçə quşlar sinifinə aiddir, qoyun aiddir məməlilər sinifinə, midyə isə aiddir onurğasız heyvanlar olan mollusklar tipinə. Dördüncü sual, məməllərin bədəni əsasən nə ilə örtülmüşdür? Məməllərin bədəni əsasən tüklə örtülmüşdür. Amma hamısında varmı? Xeyr, hamısına aid bir əlamət deyil. Beşinci sual, hərəkət üçün 2 cüt ətrafdan istifadə edən canlı hansıdır? Yəni, bunların həm ön, həm də arxa ətrafları olsun. Burada düzgün cavab dovşan olacaq. Üçüncü sualda isə bizə cədvəl verilib və müəyyən fikirlər deyib bizə onurğalıların hansı sinifinə aid olduğunu soruşur. Birinci A canlısı balalarını südlə bəsləyir. Ümumiyyətlə, südlə bəsləmək yalnız məməllər sinifinə aiddir. İkinci sual, B canlısının bədəni qurudur və pulcuqlarla örtülmüşdür. Bu aiddir sürünənlər sinifinə. Məsəl üçün, sürünənlər sinifinə kərtənkələ, daha sonra timsah, tısbağa. Üçüncü sual, C canlısının lələkləri onu istiliyin itirilməsindən qoruyur. Ümumiyyətlə, lələk yalnızca quşlara aiddir. Dördüncü müddəa, balinaların balaları doğulmazdan əvvəl tüklərini itirir. Az öncə də qeyd elədim ki, tüklər yalnızca məməllər sinifinə aiddir. Balinalarda tüləmə hadisəsi baş verir, yəni tüklərini itirir. Balinanın özü də məməlilər sinifinə aiddir. Davam edək, digər suala baxaq. Şəkildə hansı heyvanlar təsvir olunub? Onları adlandırın və qruplaşdırın. Demək, biz burada 11 ədəd heyvanın şəkli verilib. Ümumiyyətlə, görürük ki, şəkildən burada onurğalı bir heyvan yoxdur. Hamısı onurğasızdır. Və biz keçmişik mollusklar tipini onurğasızlardan. Daha sonra buğumayaqlılar tipi. Bir də burada həlqəvi qurdlar tipini verib.
İndi baxaq. Burada elə birincidən başlayaq. Birinci boğumayaqlar tipinin cücülər sinfinə aiddir. İkinci də boğumayaqların hörümçək kimilər sinfinə aiddir. Üçüncü kəpənək, bu da boğumayaqlara aiddir. Tip olaraq yazırıq ümumiyyətlə, cücülər sinfinə aiddir. Dördüncü gölüblizi, bu molluskların qarnayaqlar sinfinə aiddir. Beşinci soxulcan, həlqəvi qurdların azqıllı qurdlar sinfinə aiddir. Altıncı çay xərçəngi, bu da boğumayaqlara aiddir, xərçənglər sinfinə. Yedinci mollusklara aiddir, başayaqlar sinfinə. Səkkizinci bu isə bağırsaq boşluqlara aiddir. Bağırsaq boşluqları da yazaq, orada verib. Daha sonra 9-cu və 10-cu bunlar mollusklar tipinə aiddir. 11-ci bu isə boğumayaqlar tipinə aiddir. Xərçənglər sinfinə aiddir. Nəhayət 5-ci sual. Burada bizə həşəratı verib 1 və 4 rəqəmi ilə həşəratın bədəninin hansı hissələri göstərilmişdir. Mən az öncə də dedim ki, həşəratlar, yəni və yaxud da cücülər sinfinin bədənləri baş, döş və qarıncıqdan ibarətdir. Burada baxaq, birinci baş, ikinci döş, daha sonra dördüncü qarıncıq, üçüncü isə onun yerimə ayağını verib. İzah bu qədər. İzlədiyiniz üçün təşəkkürlər.